Hörmətli izləyicilərimiz, Sabunçu qəsəbəsi 204 nömrə marşrut xəttinin yolunun yaxınlığında geniş həyət yanı sahəsi olan bir evimiz çıxıb, ümumilikdə 4 sotun üzərindədir. Maşın daxil olan həyəti, 3 otaqlı evimiz və həyətində yarım tikini təqdim edirəm sizə. Ətraflı izləyin sona qədər. Evimizin 4 tərəfinə keçməyə yeri var. Bu formada bir yarım tikilisi. Həyətinə maşın daxil olur, rahatçılıqla bir neçə maşın. Həyətin görürsünüz. 204-ün yolunda, yəni Bağzala yaxın istiqamətdə düşür. Hündür ərazidir. Əsas məsələlərdən biri də su basan ərazi deyil. Kommunalları var, sənəd bələdiyyədir. Həyətində köhnədən yerləşən sanitar qovşaq və hamam otağı da var. Bu formada hər ikisi ayrı-ayrılıqdadır. Mərkəzi kanalizasiya sistemi, kommunalların hər üçü var. Dövlət şirin suyuna qədər mövcuddur. Yerdən 3 daş kürsülüdür bu formada. Evimizin giriş hissəsini təqdim edirəm sizə. Evimizin içərisində yerləşən tam təmirli hamam otağı da mövcuddur. Hamam və sanitar qovşaq hər ikisi bir yerdədir. Deməli, hörmətli izləyicilərimiz, dediyim kimi, evimiz 204-ün hündür bir ərazisində yerləşir. Bu formada bizim zalımız, təmirli bir zal və 2 yataq otağından ibarətdir. Qiymət ekranda qeyd olunacaq, buyurub əlaqə saxlaya bilərsiniz. Növbəti yataq otağı və mətbəx hissəmizdə təqdim edim sizə. Əlaqə nömrə profildə qeyd olunub, buyurub əlaqə saxlaya bilərsiniz. Xoş izləmələr. Buradan da həyətini təqdim edirəm sizə. Görürsünüz, bütün pəncərələr öz həyətinə baxır.